Bu ilin sonuna kimi ölkə üzrə bütün bölgələrdə həkim çatışmazlığı problemi aradan qaldırılacaq. Bundan başqa əksər xəstəxanalarda növbə problemi, 103 ilə bağlı son yeniliklər və ixtisası həkim olmayan şəxslərin necə və harda cərrahi əməliyyatlar etməsinə təbibin icraçı direktoru Vüqar Qurbanov cavablandırıb. Bölgələrdə terapevt, ginekoloq, radioloq, cərrah, kardioloq və bir çox ixtisaslar üzrə kadr çatışmazlığı var. Problem əsasən ucqar rayonlarda özünü göstərməkdədir. Regionlarda həkim çatışmazlığı ilə bağlı problemlərimiz var idi, amma biz bu təbii olaraq bu problemi həll etmək üçün mentor klinika layihəsini tətbiq etmişik və mentor klinika layihəsi çərçivəsində Bakı şəhərində çalışan həkimlərimiz növbəli şəkildə regionlarda bu xidməti təşkil edirlər və artıq bu layihəni 2 aydır ki, tətbiq eləmişik. İlin sonuna qədər ölkənin elə bir bölgəsi olmayacaq ki, orada hər hansı bir ixtisas üzrə bölgənin mərkəzlərində tibbi xidmət aşağı səviyyədə və yaxud da ki, həkim çatışması ucbatından təşkil oluna bilməz. Vüqar Qurbanov ölkədə ixtisasca həkim olmayan şəxslərin bəzi özəl tibb müəssisələrində həkim kimi çalışması və cərrahi əməliyyatlar etməsi məsələsinə də toxunub. Sənədləri uyğun olmayan diplomları Azərbaycan Respublikasının müvafiq qurumlarında, Təhsil Nazirliyində və Səhiyyə Nazirliyində təsdiq olunmamış şəxslər tibbi xidməti vermək üçün təbii müəssisələrində fəaliyyət göstərə bilməz və bugünə qədər də belə hallar aşkar olunur. Vüqar Qurbanov həmçinin bildirib ki, 100 təcili yardım xidmətinin ETB inteqrasiya etməsi ilə vətəndaşlar yaxın gələcəkdə təcili yardımı mobil tətbiq üzərindən çağıra biləcəklər. Bundan başqa da həm ambulanslarda, həm xəstəxanalarda vətəndaşlarımızın tibbi xidmətə ehtiyacı olan vətəndaşların artıq xəstəxanalara qəbulunda tam olaraq elektron sistemə keçiriləcək. Artıq kağız daşıyıcılardan istifadə dövrü ilin sonuna qədər yekunlaşır və ondan sonra artıq həm ambulansın içində olan planşetlər və telefonlar vasitəsilə həm də ki, çağrı mərkəzindən xəstələrin yönləndirilməsi yalnız elektron şəkildə həyata keçirilir. Bundan əlavə gələn ilin sonuna kimi 100 regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq. Təbii Müşahidə Şurası tərəfindən artıq 1 ildir ki, qərar verilib ki, təcili tibbi yardım mərkəzi qurulsun ölkə üzrə və bununla bağlı da ciddi islahatlar həyata keçirilir. Həm infrastrukturun yenilənməsi ilə bağlı, həm də ki, ambulans qarajının yenilənməsi ilə bağlı ciddi islahatlar həyata keçirilir. Qeyd edək ki, Bakı Ekspo mərkəzində bugündən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi öz işinə başlayıb. 3 gün davam edəcək Medinex 2025 yenidən səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distributorları və investorları bir araya gətirib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.